Xəbər verdiyimiz kimi 29 oktyabr tarixində Marneuli meri Daur İsmailov səlahiyyətlərinin icrasına başlayıb. Bugün parlamentin Marneuli Qardaban üzrə deputatı Zaur Darxanlı və Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorgadze Daur İsmailovu ziyarət edərək ona yeni fəaliyyətində uğurlar arzu ediblər. Onlar birgə komanda olaraq Marneuli sakinləri üçün çalışacaqlarını və bir sıra yeni layihələrin həyata keçirilməsinə dəstək olmağa hazır olduqlarını qeyd ediblər. Artıq rəsmi olaraq Daur İsmailovu mer vəzifəsinə seçilmə münasibəti ilə təbrik edirəm. O bugündən artıq Marneuli munisipalitetinin meri kimi fəaliyyətə başlayıb və mən əminəm ki, əhali qarşısında götürdüyü bütün öhdəlikləri həyata keçirəcək. Siz bilirsiniz ki, Marneuli munisipalitetində önəmli layihələr həyata keçirilməyə düşünülür. İlk növbədə şəhərin inkişafı, şəhərdə əhaliyi narahat edən məsələlərin həlli yönündə işlərin həyata keçirilməyə düşünür və əminəm ki, 4 il ərzində Daur İsmailov öz komandası ilə birlikdə Marneuli munisipalitetinin daha da inkişafına və kəndlərdə, şəhərdə olan problemlərin həllində daha da aktiv şəkildə iştirak edəcəyinə öz töhfəsini verəcək və bütün əhalinin qarşısında götürülən öhdəliklər etaplı şəkildə yerinə yetiriləcək. İlk növbədə mənim dostum Marneuli Bələdiyyəsinin yeni seçilmiş meri Daur İsmailovu təbrik etmək istəyirəm. Bildiyiniz kimi, o dünən artıq öz səlahiyyətlərini icra etməyə başladı və mən bu məsuliyyətli işdə ona uğurlar arzu edirəm. Həmçinin artıq yeni çağırış Sakrebulo təsdiq edildi. Bu səbəbdən mən həmkarlarımı təbrik etmək və seçicilərimizə bizə dəstək olan xalqımıza təşəkkür etmək istəyirəm.